Bir qurtum şərab neydi ki, onu içip general olardı da? Olmadı. Hele Abbasqulu ağa. Abbasqulu. Abbasın qulu hansı? Həzrət Abbasın qulu. Hər halda xan nəslindən olanlara təmtəralı adlar qoyardılar. Qoymadılar, çünki bunlar mömindirlər. Bunlar görməmiş deyirlər, bunlar görmüş kişilərdir. O mömin müsəlmandır. Bir ayini də icra eləmədən bırakmır. Ne derecede doğrudur ki Rus imperiyasının generalı mümin Müslüman olan. Ona göre de Çar onu yokladı, meclise davet elədi. Hiç kesin haberi yok idi ki böyle bir mektup var. Onda Çariçe durdu, elinde bir qədəh şərab. Abbasqulu ağa, mən istəyirəm ki bu qədəhi mənim şərəfimə içəsən. Abbasqulu ağa, yani tabii ki içmeyecekti ama bunu necə deməlidir, diplomat kimi necə deməlidir? Bu Çariçadır. Bir Çar Həzrətləri, mən bir çətin vəziyyətdə qalmışam. Sizin köməyinizə ehtiyacım var. Mənim dünyada en çok hörmət elədiyim xanımlardan biri əlində tutduğu qədəhdə zəhər də olsa mən onu içərəm. Ancaq o zəhərdir. Mənim Allah'ın icazə vermir ki o zəhər içim. Mənim indi sizdən bir sorğum var. Mən Allah'ıma qulaq asırım, yoxsa xanıma? Çar da təbii ki dedi ki, Allah'a qulaq asmaq lazım. Və bu görüş sübut elədi ki, həqiqətdə də mömin müsəlman idi. Bir qurtum şərab neydi ki, onu içip general olardı da? Olmadı. Çünkü o Allah'ın adamı.